O qiyamət, böyük qiyamətə qədər olan vaxt bərzə adlanır və inşallah istəyirik biraz ondan söhbət edək. Və yuxu deməli, ölümü oxşayır. Çünki yuxu ölümün qardaşıdır. Necə ki, Allah Cəllə Cəlaluhu Qur'anda buyurur, ayə-i şərif belədir ki, Allah həqiqətən istədiyi vaxt o ruhu götürür o insandan, nəinki o yuxuda və nəinki o oyaq. Çünki Allah amma insan yatdıqda o mənalıdır ki, onun ruhunun bir qismi çıxır və insanın ruhu gedir və bilinmir, o qayıdacaq, o ruh. Əgər qayıtmasa, deməli o da adlanır meyyit. Əgər Allah istəsə, onu qaytarır. Və buna işarə Zümr surasının 42-ci ayəsində Allah buyurur, Allahu yetavaffal anfusa hina mawtiha vallati lam tamut fi manamiha fayumsiku allati qada alayha al-mauta və yursilu al-ukhra ilə əcəlin musamma. Sadaqallahul azim. Və bütün məxluqat, necə bilirik, onların hamısı öləcək, hamısı məhv olacaq. Necə ki Allah buyurur Qur'anda, kullu mən aleyha fan. Yəni, və yəbqa vəchhu rabbikə zülcəlali vəl-ikram. Yəni, Surət-i Ar-Rahman 27-ci ayədə buyurur ki, yəni hər şey məhv olacaq, fanidir, fəqət Allahdan başqa. Və ona görə, hətta Rasulullah sallallahu aleyhi ve sellem Qur'anda işarə var ona ki, Zümr surəsi 30-cu ayədə ki, İnnəkə meyyitun və innəhum meyyitun. Sən meyyitsən və onlar da meyyitdir. Və o ölüm gəldikdə onun qabağını heç nə ala bilməyəcək. Heç nə, onu nə təxirə sala biləcəklər, nə istəyəcəklər bir saat uzatmaq. Çünki insan o vaxt öləcək ki, onun yəni yazılıb da, tamamən yazılıb lövh-u məhfuzda. Necə ki, Allah Qur'anda Surət-i Nisa buyurur 77-ci ayədə Əynəmə təkunu yudrikkumul mevtu və ləv kuntum fi burucin müşəyyedə. Yəni, necə halda olsanız, istəyirsiniz, lap böyük bir binaların içine girib, lap necə halda istəyirsiniz, onu özünüzü qoruya bilməyəcəksiniz, ölüm gəlib orada da sizi alacaq. Və Allah yenə buyurur, Cümə surəsində 8-ci ayədə, ayə şərif belədir ki, Qul innəl mevtəl-ləzi təfirruna minhu fə innehu mulaqikum. Yəni, nə üçün ölümdən qorxursunuz? Məsələn, başqaları kimi görürsən, ölümdən qaçırlar, müharibəyə gedmirlər, qorxurlar. Ancaq Allah Quranda deyir ki, nə üçün qorxursunuz? Onsuz da, deyir ki onlara ki, onsuz da ölüm gəlib sizi qarşılayacaq. Harada, nə cür halda olsunuz və harada olsunuz? Onsuz da öləcəksiniz. Və ölümün vaxtın heç kəs deyə bilməz ki, insan bir ildən ya 10 ildən sonra öləcək. Çünki Allah Luqman surəsinin 34-cü ayəsində buyurur ki, وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ. Yəni, nəfs bilmir hansı yerdə öləcək, hansı məkanda öləcək. Və məsələn, görürsünüz ki, bəziləri deyirlər ki, sən 10 il yaşayacaqsan, ya 1 saat yaşayacaqsan, o hamısı yalandır. Çünki ölümün vaxtın Allahdan başqa heç kəs bilməz. O ölüm Allah yanındadır. Və o ölüm vaxtı gəldikdə, məsələn, müminə gəldikdə, necə ki, Rasulullah sallallahu aleyhi ve sellemdən də rivayət olunur, buyurur ki, həqiqətən müminə əgər ruh gəldikdə, ona mələklər, səmadan mələklər nazil olur, ağ yüzlü və onların yüzləri günəş kimi parlar. Və ona oradan kəfən gətirənlər, cənnətdən kəfənlər, kəfən və gözəl rayihələr, gözəl ətirlər, hətta onun qabağında oturarlar və budur gələr Mələkül-Mevt aleyhissalam, hansı ki ruhları alan mələk və onun baş üst tərəfində oturar və deyər, çıx ey rahat nəfs, çıx gözəl nəfs, çıx Allahın rəhməti ilə. Və budur, müminin ruhu o cür çıxar ki, elə bir ki, bir stəkandan bir damcı düşən kimi, yəni o cür rahat çıxar, amma kafirin isə o vaxt ki ruhu
ruhu çıxanda yenə onun üçün mələklər gəlir səmadan və başqa sifətdə. Onların sifəti çox qara olur və qəzəbli və gəlib otururlar onun qabağında və Mələkül Mevt gəlir, yenə oturur onun baş tərəfində, baş hissəsində və deyir, çıx ey xəbis, çıx ey, qəzəblə deyir ki, çıx ey xəbis, pis nəfs, ruh və onun ruhu çox əzabla, çox dəhşətli bir əzabla çıxır və budur ölüm. Amma biz bunu görmürük, bu ruh çıxanda biz bunu görə bilmirik və budur yəni ölüm halı mömində və kafirdə. Və o vaxt möminin ruhu çıxanda mələklər onu deyirlər. Çünki mömin o vaxt fikirləşir öz ailəsindən, öz evindən, öz malından və axirətdən. Və mələklər onu deyirlər ki, qorxma, onlar hamısı Allah qoruyacaq və Allah sənə mükafatlanacaq və gözəl mükafatlar gözləyir sənə qabaqda. Amma kafiri isə mələklər onun üzündən və arxa hissəsindən vurarlar və ona deyərlər, indi sizi dəhşətli bir əzab gözləyir, dəhşətli, odlu bir əzab gözləyir, onu belə deyərlər. Və ölüm vaxtı o çox böyük əzablar çəkir, çünki insan, məsələn, içdikdə onun ağlı gedir, amma öldükdə isə o ruh çıxan vaxtı ağlı gedir və dəhşətli əzabla olur bu iş. Ona görə ölüm işi, o proses, hansı ki keçir ondan, o çox böyük əzabla keçir. Və Allah Qaf surəsində 19-cu ayəsində buyurur ki, Bismillahirrahmanirrahim وَجَاءَتْ سَقْرَةُ الْمَوْتِ بِالْحَقِّ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدٌ Sadaqallahul azim. Yəni, budur, gəldi ölüm əzabı, gəldi hansı ki ondan sən qaçırdın. Və təbii, ölüm gəldikdə əzab çəkəcək. Hətta müminin görsən, amma müminin əzabı daha asan olacaq, amma kafirin əzabı çox şiddətli olacaq. Necə ki, bu barədə dedik. Və burada biz görürük ki, bəzi ruhlar hətta, onlardan hətta deyilir, necə ki, hədisdə sallallahu aleyhi ve sellem buyurur ki, Əbu Hüreyrədən rivayət olunur, buyurur Resulullah sallallahu aleyhi ve sellem, Əş-şəhidu la yecidul ələmil qatl illə kəmə yecid əhadukum ələmil qarsa. Yəni, şəhid heç o ruh çıxdığı vaxt ölümün əzabın, ölümün şiddətliyin, ölümün ağırlığın hiss etməyəcək. Necə ki, elə bir ölüm ondan elə çıxacaq ki, çox hasanlıqla elə bir ona keçik bir həşaratdan biri onu bir dişləsə, o cür, yəni o hiss etməyəcək, o cür ondan rahat çıxacaq o ölüm, şəhidin. Və o ölüm vaxtı gəldikdə insan istəyəcək ki, təzdən qayıtsın bu dünyaya. Çünki kafir istəyəcək o vaxtı müsəlman ola və asi isə istəyəcək tövbə eləsin. Və necə ki, Allah Cəllə Cəlaluhu Müminun surəsində 99-cu ayə və 100-cü ayələrdə buyurur ki, Həttə izə cəə əhədəhumul mevtu qalə rabbirciun لعلي أعمل صالحا فيما تركت. Yəni Allah Cəllə Cəlaluhu buyurur ki, o vaxt ki sizə ölüm gəldikdə siz deyəcəksiniz, ya Rab bizi qaytar, qaytar bizi yaxşı işlər görək ki, hansı ki tərk etmişik. Və o vaxtı Allah, o ölüm vaxtı Allah imanı qəbul etməyəcək, nə tövbəni qəbul etməyəcək quldan. Çünki Allah Cəllə Cəlaluhu Nisa surəsinin 17 və 18-ci ayələrində buyurur ki, وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُولَئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا. Və tövbə qəbul olunmayacaq o şəxsləri ki, görürsünüz ki, tövbə etmirlər və deyirlər, sabah bir gün ya bir ildən sonra tövbə edəcəm və o vaxt ki, ölüm gələndə
onlar tövbələri qayıtmayacaq. Çünki deyəcəklər o vaxt ki, indi tövbə edirik, amma o vaxt onların tövbələri qəbul olunmayacaq. Və müminə ruhi barədə hədis-i şərifdə Rasulullah sallallahu aleyhi ve sellemdən buyurulur ki, mən əhəbbə liqa'əllah, əhəbbəllahu liqa'əhu və mən kərihə liqa'əllah, kərihəllah liqa'əhu. Və bu vaxtı, yəni buyurulur ki, kim Allahla qovuşmaq istəyirsə, Allah onunla da qovuşmaq istəyir, görüşmək istəyir. Və kim Allahla görüşmək istəməzsə, Allah onunla da görüşmək istəməz. Bu vaxtı Ayşə, Peyğəmbərin yoldaşlarından biri buyurur ki, biz ölümü inkar edirik, istəmirik. Təbii, heç kəs ölümü sevməz. Ancaq o vaxt Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, yox, ya Ayşə, o vaxt ki, ölümü, o ruhu qəbz olunan müminin, ruhu götürülən müminin, onu gəlib mələklər mükafatlandıracaqlar və deyəcəklər ki, onun qarşısına gözləyir və o mümin sevinəcək və o çox xoşbəxt olacaq o vaxt və hətta istəyəcək tez Allahla qovuşsun. Amma kafir tərsinə olacaq. Kafir istəməyəcək ki, onu hətta qəbrə qoysunlar, hətta cənazədə, müminin cənazəsi, mümin demək istəyəcək ki, tez aparın məni ora. Amma kafir istəyəcək, aparmayın. Və o kafir o vaxtı deyəcək, məni biraz təxirə salın, məni aparmayın. Əgər Allah bizim qulaqlarımızdan o pərdəni götürsə, cins onun o səsini eşitsə, o necə o şiddətlə deyəcək, biz hamımız onun o səsindən məhv olardıq. Və şeytan insanı heç vaxt tərk etmir. Heç bir halda daima insanlardır. Ta ki öldükdən, o ruh ondan çıxandan sonra. Hətta o ruh çıxmamışdan qabaq, o gəlir bir nəsihət verən surətdə və əgər mömindirsə, istəyir onu küfrə çıxartsın və ancaq Allah necə ki buyurur, ona iman gətirənləri qorxusu yoxdur, onları sabit edir öz yollarında və Abdullah İbni Əhməd İbni Həmbəl buyurur ki, atam öləndə onun yanında idim və bu vaxtı o ruhu çıxan vaxt o biraz boğulan təhər oldu və yox deyirdi. Bu vaxt özünə gələndə mən soruşdum, atası dedi ki, şeytan gəlmişdi və istədi məni yoldan çıxartsın. Və o ölüm vaxtı gəldikdə necə ki, ondan nəcat biz namazda Rasulullah sallallahu aleyhi ve sellem bizə buyurdu ki, təşəhhüddən sonra Allahümmə inni əuzu bikə min əzabil qabr və əuzu bikə min əzabı cəhənnəm və min fitnəti məhyə vəl-məmət. Buradakı o fitnəti məmət, o hansı ki ölüm vaxtı fitnə, bunu işarədir. Hansı ki o şeytan gəlməkdə işarə. Və müsəlmanlardan bəziləri görürsən ki, elə fikirləşirlər ki, onların da ölümü, o ruh çıxan vaxt kafirlərin ölümü bənzəyir. Və buna görə səbəblər var. Hansı ki görürsən ki, mümindir, müsəlmandır və onun da ruhu necə kafirin ruhunun çıxmanına bənzəyir. Və o səbəblərdən birincisi budur ki, fasid ehtiqad, xarab ehtiqad. Hasan xarab ehtiqad olur, o vaxt ki, Qur'andan və ya hədisdən xaricə çıxmaq və başqa işlər görmək, başqa söhbətlər danışmaq, başqa əqidələrə qovuşmaq və buna görə ayə var Qur'anda, Kəhf surəsində 103 və 104-cü ayələrində Allah buyurur: قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا. Və ona görə necə ki buyuruldu, etiqad fasid, xarab etiqad haçan olur? O vaxt görürsən ki, Qur'anı zənn edirlər, deyirlər ki, Qur'an kamil deyil və Qur'an nəsə orada çatışmır və ya nəsə orada ziyadədir və deyirlər ki, məsələn, övliyalar peyğəmbərlərdən əfzəldir və ya məsələn, şeyxləri məsum hesab edirlər və şeyxləri elə hesab edirlər ki, məsələn, o hər şeyi haram edə bilər və halal edə bilər və ya da məsələn, görürsən, bəziləri deyirlər ki, sahabələri söyürlər və
və ya deyirlər Ayşədən, Peyğəmbər sallallahu əleyhi və səlləm yoldaşlarından pis şeylər danışırlar. Bunlar hamısı fasik, xarab ehtiqaddır və bunlar hamısı o sahibinə ölüm vaxtı hamısına zid çıxacaq, xilaf çıxacaq. Görünəcək, bilinəcək. Və ikinci budur ki, asilikdən qayıtmamaq, daha da onu çoxaltmaq. Məsələn, görürsən, insan bir asilik edəndə onun qəlbində bir nöqtə əmələ gəlir. Və o nöqtə daha da çoxaldıqca o insan ölüm vaxtı onun qəlbi tamamla qararlaşır. Və ona görə o vaxtı onun nə tövbəsi, nə heç nə qəbul olunmur. Rasulullah sallallahu aleyhi ve sellemin hədisində buyurur ki, kim ölsə və o tövbə etməsə, tövbəli olmasa, onunla fərqi yoxdur, o bütpərəslə, onun fərqi yoxdur. Və Rasulullah sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurulur ki, kim nə cür sifətdə, nə cür əməldə, nə cür işdə ölsə, o cür qalxacaq, o cür hesab olunacaq. Məsələn, əgər bir xəmir içən, şərab içən olsa, şərab içən kimi qalxacaq. Əgər yalan danışan olsa, yalan danışan kimi olacaq. Əgər oğru kimi ölsə, oğru kimi qalxacaq. Ne cür insan hansı əməldə ölsə, o cürdə olacaq. Məsələn, yahudilərlə olsun və başqalarla olsun, onlarla da həşr olunacaq, onlarla da sorğu-sual olunacaqsan. Və üçüncü, imanın zəifliyindən. İmanın zəifliyi görürsən ki, onun imanı, məsələn, Allaha inanmaqdan görsən pula və ya yoldaşlarına və ya öz yoldaşına və ya öz övladına daha çoxdur. Və bu da o səbəblərdən biridir ki, onu o qiyamət günü onun bütün əməllərini xarab edir, heç nə edir, qiymətsiz edir. Və Süleyman İbn Malik həccə getdikdə onu dedilər ki, o dedi ki, mənə bir sahabələri görəndən birinə istəyirəm danışam onunla. Və ona İbn Həzm görüşdükdə İbn Həzmə soruşdu ki, ya İbn Həzm, ne üçün biz ölümü belə sevmirik, inkar edirik, ölümü istəmirik? İbn Həzm buyurdu ki, ona görə ki, siz dünyavızı tikirsiniz, dünyavızı hazırlaşırsınız, dünyavızı yaxşı edirsiniz, amma ahirətinizi xarablayırsınız. Ahirətinizi heç nəyə puça söyrürsünüz. Ona görə. Və Peyğəmbərlərin ölümü isə o vaxt ki, onlardan ruh çıxan vaxtı onlara mələk gəlir və onlara göstərir. Onların məqamlarının cənnətdə, onların mükafatlarının və hətta soruşur, hətta Rasulullah sallallahu aleyhi ve sellem'dən soruşdu mələk ki, istəyirsən 1000 il qalmaq ya getmək. Rasulullah sallallahu aleyhi ve sellem Allahla qovuşmağı daha üstünə tutdu və dedi ki, yox, getmək istəyirəm. Və mömin o vaxt ki, ölən vaxtı, onun ruhu qəbz olunan vaxtı, ona mələklər gələr və onun ruhun hətta cənnətdən kəfən gətirir ona gözəl iylərlə, onun ruhun səmaya qaldırarlar. Hətta ondan əhli dünya soruşar, dünya əhli ki, o kimdir? Ona cavab verirlər ki, o da möminlərdən biridir, filandır və deyərlər ki, bizdən də salam deyə ona və onun ruhu o vaxt qaydar qəbrinə və qəbrində, çünki qəbir ahirətə yoldur, cənnətə yoldur o şəxs üçün. Ona görə o cənnətdən ona iyi gələr. Hətta Allah onun adını lövh-u məhfuzda yazar, o cənnət əhlilərindən və hətta o mələklər istəyərlər ki, açsın qapını, açsınlar onun üçün qapını. Və ancaq o qəbrinə qayıdır o ruh və o cənnətə yola, o qəbirlə olan cənnət ahirət arasında olan qəbirdə onun o cənnətin onun iyindən və onun yoluna düşür. Amma kafirin isə necə ki, birinci dedik, kafir isə o vaxt ki, ölür, onun mələk gələr, onun o ruhu, ona bir cəhənnəmdən od gətirərlər və onun iyi çox bir pis iyi verər o. O vaxt ki, onun ruhunu səmaya qaldırarlar və səmanın qapısını döyəndə soruşarlar, kimdir o? Deyərlər, bizdən uzaq edin, onun iyi, bizdən uzaq edin. Hətta Allah onun adını cəhənnəm əhlindən yazar və onu o qəbrə yollayanda, qəbrə göndərəndə ona cəhənnəm yolu açılar və cəhənnəmdən ona pis iylər gələr və ona bilinər ki, həqiqətən o günahkarlarında da o cəhənnəm əhlidir. Və rəvayət olundu ki, Osman ibn Affan həmişə qəbirsanlığın
yanından keçəndə o ağlayıb, şiddətlə ağlayardı. Hətta onun göz yaşı, saqqalı yaş olardı. Soruşanda ki, ya Osman, biz axirətdən, cənnətdən, cəhənnəmdən işləndə sən ağlamırsan, ancaq gəlib qəbirlərin yanında ağlayırsan. Bu vaxtı Osman radiyallahu anh, Allah ondan razı olsun, buyurdu ki, əgər qəbir yaxşı olsa, deməli, axirət də yaxşı olacaq. Əgər qəbir pis olsa, deməli, axirət də pis olacaq. Ona görə ağlayıram. Və ona görə müminin ruhi, mümin isə o qəbirdə olduqda, o vaxtı o dua eləyər, ya Rab, tez məni çatdır. Çünki onun qəbri o cənnətin bir baxçısından və ya cənnətin o iyindən gəldikdə aydın olar ki, o qəbirdən sonra o cənnətə daxil olacaq. Ona görə dua eləyər ki, ya Rab, tez məni olasa, tez mən ora daxil olum. Ancaq kafir isə tərsinə. Onun o qəbirdə isə ona cəhənnəmdən bir iyi gələr və bir istilik, o od gələndə, əzab gələndə o istəyər ki, ya Rab, daha da mənə qiyamət qopmasın, məni daha ora salma. Və qəbir zülmətdir. Və hətta Buxari Müslimdə bir hədisdə buyurulur ki, bir qadın məscidi, Peyğəmbər sallallahu əleyhi və səlləmin vaxtında məscidi təmizləyənlərdən biri olur və o öləndə sahabələr bildirmirlər Rasulullah sallallahu əleyhi və səlləmə. Və Rasulullah sallallahu əleyhi və səlləm ondan soruşanda deyirlər ki, öldü və bastırmışıq. Rasulullah sallallahu əleyhi və səlləm istədi onun qəbrinə getsin və getdikdə onun namazını qıldı və buyurdu ki, o zülmət, qəbir zülmətdir, çox şiddətli zülmətdir və onun qəbirə o zülməti, o meyit namazı, qılınan meyit namaz nurlandırır, işıqlandırır. Və ona görə görürsən ki, hər bir şəxs öləndə, hətta mömin, hətta kafir, qəbir, çünki qəbir çox dar bir yerdir və qəbir onu sıxar. Və hətta Rasulullah sallallahu aleyhi ve sellem Sa'd ibn Muaz'dan danışanda, çünki Sa'd ibn Muaz öləndə ərş tərpəndi onun ölümünə. Ərş tərpəndi və ona göylərin qapıları, səmanın qapıları açıldı. Hətta 70 min mələk gəldi onun yanına. Ancaq Rasulullah yenə dedi ki, o da qurtarmayacaq. O qəbir də hətta onu da sıxacaq. Hətta başqa bir hədisdə deyir ki, hətta o uşaq, hətta körpü uşaq, əgər nəcət tapsaydılar, əgər kömək olunsaydı, hətta deyir, o balaca uşaq da, o günahsız uşaq, o qəbir onu sıxacaq. Və qəbrin fitnələrindən budur ki, iki mələk gələcək, qara və çox bir qorxulu şəkildə. O mələklərin birinin adı Münkərdir və o birisinin adı Nəkir. Və onlar mömin, və onlar 3 sual soruşacaqlar. Rəbbin kimdir, dinin hansıdır və Peyğəmbərin kimdir? Və əgər sən həqiqi möminsən, müslim, salihsən və bilicisən, Allaha ibadət edənsənsə, dinimi yaşadansansa bu dünyada cavab verəcəksən ki, Rəbbim Allah, dinim İslam və Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem'dir. Amma kafirə dedikdə, kafir bunu deyə bilməyəcək. Və amma münafiqdən soruşanda o iki mələk, münafiq də, yəni münafiq odur ki, ikiyüzlü. Münafiqdən soruşanda münafiq deyəcək, bilmirəm, deyirdilər, mən də onlar kimi deyirdim. Və bu fitnə, bu işlər, bu imtihanlar bütün hamısı üçün olacaq qəbirdə. Nəinki mümin üçün, nəinki kafir üçün, hamısı bu işdən, bu imtihandan keçməlidir qəbirdə. Və İmam Tahavi kitabında, müsəlmanların əqidəsi olan kitabında buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən aydın olunub ki, dəqiq olunub ki, qəbir azabı olacaq və mələklərin sualları, iki mələkin sualı olacaq və bizə vacibdir ki, ona inanaq, onu qəbul edək və ona iman edək və danışmayaq necə olacaq, onun keyfiyyətindən,
soruşmayaq. Çünki ağıl onu dərk edə bilməz. Çünki insanların ağlı fəqət bu dünyada danışa bilər, ancaq heç bir ağıl onu dərk edə bilməz. Və bilginən ki, qəbir azabı o bərzəx əzabıdır. Bərzəx, yəni qəbirdən axirətə olan məsafə. O zamana bərzəx deyilir. Və kim ki ölsə, qəbrə qoysa, ona o əzabı olacaq, nəsibdirsə, nə ona nəsibdirsə, nə onu yazılıbsa, nə onu qazanıbsa, ona olacaq. Hətta o qəbirdə olsa, ya qəbirdə olmasa, hətta o bastırılsa, ya bastırılmasa, ya onu bir məsələn yisələr, ya o yansa, ya bir şeylə kül olub getsə, ya havaya sorulsa, ya batsa dənizdə məsələn, ona o əzab veriləcək, asılı olmayaraq ondan ki, o bastırılıb, ya bastırılmayıb və murad, burada bu hədisdə murad budur ki, biz bu hədisi qəbul etməliyik, bir nöqsansız və necə var, o cür qəbul etməliyik və ona iman etməliyik, yəni ona inanmalıyıq. Və bəziləri, məsələn, hətta bəzi müsəlmanların içində olan, hətta fəlsəfəçilər və bəzi şöbələrdən olan insanlar iddia edirlər ki, qəbir azabı yoxdur. Düz deyil. Və onlar iddia etdiklərinə görə budur ki, biz açmışıq qəbri, orada bir şey görməmişik. Subhanallah. Əgər hələdirsə, onda hətta biz yaşadığımız əsrdə görürük ki, çox şey var, ancaq görmürük onu. Necə ki, məsələn, işıq. İşıq, məsələn, görürsən, yandıranda o işıq yanır. Amma sən görmürsən, necə oraya getdi o işıq. Və ona görə Allah Ğafir surəsinin 45-ci ayəsində buyurur ki, وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ Və ayədə buyurulur ki, yəni Fir'ona vacib oldu əzab ki, o qəbirdə gecə və gündüz və sonra onu o ki, qiyamət qalxanda, qiyamət günü olanda onu, yəni Fir'onu daha da o qəbirdəkindən daha da böyük əzab gözləyir. Və Səhih Müslimdə Ayşə radiyallahu anhədən, Allah ondan razı olsun, dedi ki, bir gün Mədinədə iki qadın mənim evimə gəldi və mənə dedilər ki, qəbir əhli onlara əzab olunur qəbirdə. Və mən dedim ki, siz yalan danışdınız, siz ikiniz. Onları, yəni düz inanmadım onlara. Onlar çıxandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem girdikdə ondan soruşdum ki, ya Rasulullah, ki mənim yanıma iki qadın gəldi Yahudilərdən və belə dedilər ki, qəbir əzabı verilir həqiqətən insana qəbirdə və Rasulullah sallallahu aleyhi ve sellem